Heydər Əliyev Fondu və Aidiya İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda keçirilən Art Weekend müxtəlif ölkələrdən sənət və mədəniyyət nümayəndələrini bir araya gətirib. Festival çərçivəsində paytaxtın muzey, qalereya və mədəni məkanlarında sərgilər, performanslar və görüşlər təşkil olunub. Heydər Əliyev mərkəzində təşkil olunan festivalın açılış tədbirində Mənim dənizlərim, mənim okeanlarım sərgisinin və məşhur kolumbiyalı rəssam heykəltaraş Fernando Botero'nun əsərlərindən ibarət bədii formanın təntənəsi sərgisinin təqdimatı olub. Mənim dənizlərim, mənim okeanlarım sərgisi suyun davamlılıq və yenilənmə rəmzi kimi əhəmiyyətini diqqətə çatdırıb. 2022-ci ildə Cenevrədə təqdim olunan və su ekosistemlərin qorunmasına çağıran bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Müasir rəssamların əsərlərində su həyatın, yaradıcılığın və ortaq gələcəyin mənbəyi kimi təqdim edilir. Dünya üçün vacib və hər yerdə insanlara təsir edən amillərlə bağlı mesajları yaymaq üçün incəsənətdən bir platforma kimi istifadə etmək çox önəmlidir. Elə bu sərgi də onu nümayiş etdirir və məncə incəsənətin gücü də bundadır. İlham vermək, maarifləndirmək və insanın düşüncəsinə yeni fikirlər açmaq. Okean həyatına hörmət və ləyaqətlə yanaşmaq lazımdır. Sərginin dəniz və okeanları qorumaq mövzusunda olması məncə çox vacibdir və belə bir təşəbbüsün burada həyata keçirildiyini görmək çox xoşdur. Bu sərgi okeanların qorunması və təbiət üçün real addımlar atmağın vaxtını göstərəcək. Festival çərçivəsində həmçinin məşhur kolumbiyalı rəssam, heykəltaraş Fernando Botero'nun bədii formanın təntənəsi adlı sərgisi açılıb. Dance Ability Azərbaycanın inklusiv rəqsi tədbirə rəng qatıb. Well, this is the first time we bring the work of Fernando Botero to Azerbaijan. Fernando Botero'nun əsərləri ilk dəfədir ki, Azərbaycana gətirilib və bunu edə bildiyimiz üçün çox qürurluyuq. Bu muzeydə sərgi keçirmək bizim üçün çox həyəcan vericidir. Çünki bu mərkəz sözün əsl mənasında qeyri-adi bir yerdir. Sərgi çox əhatəlidir və Fernando Botero'nun yaradıcılığında əsas mövzuları əks etdirir. Ümumilikdə burada 112 əsər, o cümlədən 11 kiçik heykəl nümayiş olunur. Burada yalnız mövzular deyil, həm də rəssamın ömrü boyu mükəmməl şəkildə mənimsədiyi texnikaların müxtəlifliyi də təqdim edilir. Parlaq və həyat dolu işləri ilə tanınan rəssam Latin Amerikası ruhunu İtaliya intibahının klassik formaları ilə birləşdirib. Lina Botero'nu tanıyıraq və indi biz Botero sərgisində bir yerdəyik. Təxminən 3 həftə əvvəl mən Azərbaycan səfirliyində, Berlində idim. Orada Leyla Əliyevanın əsərlərinin sərgisi keçirilirdi və bugün burada da onları görürəm. Bu çox gözəldir. Art Weekend festivalı noyabrın 2-sədək davam edəcək.